bu mənasimətli siyirə toplanmışdır. Bu dəyərli kitabın yazarı Azərbaycanın çağdaş tarixinin araşdırıcısı Sayın Döktür Məhəmməd Əzizi cənablarıdır. Sən nə bilirsən Təbriz haradır? به تو چه میدانی تبریز کجاست؟ Əslən Təbriz çiist? Gün Murdadın 14-üdür, məşrutiyyət fərmanının sadır olan günüdür və bir dənə bir parlaq səfhədir bizim tariximizdə. Bir gün sübh özüm fikirləşirdim ki, nə olardı? Buradakı kitab izi 4 görürük. Kitab izi 100 görək və 100 yazıcı ilə, 100 şairlə elə bu həyətdə baham olaq. Səs salma, yatanlar ayılar, yatmışlar razı deyiləm kimsə oyatsın. Tək ayılan varsa da haq dadıma çatsın. Dünya u cahan batsa da batsın. Nə işin var? Millət necə tarac olur olsun. Nə işin var? Düşmənlərə möhtac olur olsun. Nə işin var? Çünki bu əncümənlər تداوم و سنت ممالک مغلوب‌تر bu ساختار فدرالی قدیم است در قالب فدرالیسم جدید بیان eliyə به وجه دموکراتیک çox əhəmiyyətli bir nəqşi var idi və bu zəminədə qabil təvəccühdür və ayı Ötür Əziz də bu mövriddə və nəhvi çox önəmi ilə bəyan edir. Mən bilmirəm siz nələr görürsünüz. Amma mən o yan bu yana baxanda düzün sözü Müzəffərəddin Şahın ruhunu görürəm burada. Ehsas edirəm o əzəmətli, heşmətli buğları ilə bizə baxır, bir dodağın büzür, bir də bizdən təşəkkür edir. Dodağın büzür ki, axı mən fərmanı məşrutiyyət yazdım, bu olmasın ki, içindən rizaqan çıxmasın. Bizdən də təşəkkür edirdik ki, sağ olun, 120 ildən sonra bir nəfərə fikri zehninizə yetişir ki, belə bir mövzunu qoymayasınız, bu dəfə altında qalsın.